Müharibə sadəcə bədənlərini deyil, onların ruhlarını da parçalayırdı. Erich Maria Remarque. Müharibə. Məni məndən alan, gəncliyimi o toz dumanda boğan cəhənnəm. Bura dünyanın bitdiyi yer deyil, zamanın qan içində dayandığı yerdir. Qəribədir. Ölümün soyuq nəfəsini boynunda hiss eləyəndə anlayırsan. Həyat nə qədər ucuz, bircə nəfəs almaqsa nə qədər bahadır. Burada sözlər ölür, yalnız barıtın qoxusu danışır. Ruhun o mərmilərin ardınca qaçır, amma cismin bu palçıqlı səngərdə çürməyə məhkumdur. Əslində müharibə bitmir. O sadəcə içində yuva qurur. Və hər gecə səni yenidən öldürmək üçün pusquda gözləyir. Müharibə dəhşət deyil. Əsl dəhşət, müharibədən sağ-salamat dönən insanların həyatda necə yaşamağı unudub qayıtmasıdır. Bu cür yaşamaq ölməkdən daha çətindir. Gündüzlər insanlar arasında olsalar da, gecələr yenə də qoyub gəldikləri o səngərlərdədirlər. Qolları üstündə can verən silahdaşlarının, gözləri önündə şəhidlik zirvəsinə ucalan qardaşlarının surətləri canlanır gözlərinin önündə. Nə üz gözünə, üst başına çilənmiş şəhid qanını təmizləyə bilir, nə də qulaqlarındakı susmayan səsləri sakitləşdirməyə gücü çatır. Zaman keçsə də, o hadisələr yaddaşdan silinmir.
günlərim qalib ordunun, qalib ali baş komandanın, qalib əskəri olmaq daha da artıq qürur vericidir. Bu bizim həqiqətlərdir. Amma bəzən fərq azı həqiqətlərdə də yaranır. Müharibədən qabaqçı əhliyyətlə hal-hazırki əhliyyətin həyata baxışında, psixologiyasında, ətraf mühitlə uyğunlaşmasında demək olar ki, hər bir şeydə yerlə gölgədə fərq var. Tam fərqli bir yer. Bəlkə də heç vaxt bu cür arzu eləməmişdim. İnsanı yaşadar daim arzular, arzusuz yaşamın nə mənası var? Sanki indiki Asimlə əvvəlki Asimlər arasında əvvəl arzular doğurdu, indi arzu biçibdir. Əvvəlki xidmət dövrümüzdə bir amal uğrunda, torpaqlarımızın işğal altından azad olunması uğrunda durmadan, dayanmadan günü-günə arzu ilə doğub, hər gün torpaqlarımızı işğaldan azad eləmək haqqında düşünürdük. Onu həmişə düşünürdük ki, təlimlər keçirdik, hazırlaşırdıq, kurslar keçirdik. Ona görə ki, bizim ərazilərimiz düşmən tapdağı altında idi. Biz bunun üçün hər zaman hazırlaşırdıq ki, öz torpaqlarımızı geri alaq. Müharibə oldu, döyüşdük. 44 günlük Qarabağ müharibəsində iştirak elədik, yaralandıq. Bu günlərim sanki o amal bitib, torpaqlarımızı işğaldan azad eləmişik. Hal-hazırda ölümlə həyat arasında orta bir yerdəyəm də, ya ölə bilmirəm, ya qala bilmirəm, belə. Əvvəl belə deyək, həyat dolusu bir insan idim. Yəni ki, bu müharibədən sonra belə deyək, bütün insanın bütün ümidləri belə deyək, mənim üçün, yəni belədir ki, yəni bütün hamısı demək olar ki, məhv olub. Çünki mənim bir arzum var idi. Hər bir zabit ki, mənim də arzum general olmaq idi. Sadəcə olaraq bu arzu bu müharibədə yekunlaşdı. İndi elə bilirəm ki, yetişmə lazım deyiləm. Hətta özümə də belə lazım deyiləm. Amma müharibədən qabaq daha çox arzularım var idi. Onlar qələbə ilə qayıtdılar. Amma bu yerlər artıq onlar üçün yad idi. Küçələr dəyişməmişdi. Evlər də yerində idi. İnsanlar da eyni olsa da, çünki içindəki dünya çoxdan dağılmışdı. Hər addım bir xatirə gizlənirdi. Hər qəfil səs bir döyüşü xatırladırdı. Gecələrsə yaddaş yenidən o torpaqlara qaydırdı. Bir sözlə desək, hər gecə yenə də müharibədir. Hər gecə müharibədir və gecənin səssizliyində belə dincəlmək mümkünsüzdür mənim üçün. Gecələr öz-özünlə, içindəki müharibə adamı ilə mübarizə aparırsan. Yenə də ki, həmin o müharibənin dəhşətləri insanın heç vaxt şəxsən mənim yaddaşımdan getmir, silinmir. Mənim üçün gecənin sakitliyi mənim üçün dincəlmək deyil. Mən xidməti dövrün başa çatdıqdan sonra, yaralanıb qazi olduqdan sonra istəsəm də belə, istəməsəm də belə. O xatirə unutmuram da, fikirləşib nə yatıramsa idi, onu da yuxuda görürəm. O da hər gün bizim gözümüzün qabağındadır o həyat. Yəni, çətin günlər yaşamışıq. Yatmaq istəmirəm. Yəni, yatanda müharibəyə gedirəm. Özlüyümdə hər dəfəsində sanki müharibəyə qayıdıram. Müharibə hansı ki, bəlkə həmişə içimdə nəzüşə arzulamışam ki, bax o müharibə bitsin. Amma həmişə o yuxumda olan müharibələr yenə dəhşətli olur və heç vaxt mənim arzu elədiyim kimi, istədiyim kimi bitmir. Və bu daha ağırdır, çox ağırdır. Hansı ki, onu ifadə eləmək də çox çətindir. O müharibənin xatirələridir. Hansı ki, axşam oldu, hər kəs ki, bir istirahət vaxtına çəkilir. Normalda saat 10-11-də yatmalı olacaq bir adam, müharibə adamı səhər 4-5 hava işıqlarına qədər yata bilmir. Bəziləri içindəki ağrını içki ilə ovutmağa çalışır. Bəziləri siqaret tüstüsündə gizlənmək istəyir. Bəziləri isə sadəcə susur.
Çünki danışmaq o günləri yenidən yaşamaq deməkdir. Susmaqsa o günləri yaşamaqdan daha asandır. Mən bəzən öz-özlüyümdə hesab edirəm ki, ikinci bir ruh əkizim var, ikinci bir əhliyyət var. Hansı ki, mən bir siqaret çəkən vaxtı öz-özümə söhbət edirəm. O içimdə olan ikinci bir ruh əkizimlə söhbət edirəm, dərdləşirəm. Və istəmədən görürəm, məsələn, övladım gəlir, eşidir ki, mən özümlə danışıram, soruşur ki, kimlə danışırsam, görürəm ki, uşaq artıq ciddi bunu qəbul etmək istəyir. Deyirəm, heç nə. Hansısa bir şeirdə onu səsləndirirəm. Halbuki özümlə söhbət edəndə bəlkə də rahatlaşıram və bəlkə də rahatlaşmıram. İndi onların səngəri öz ürəklərinin içindədir. Hər gün bir hücum, hər gecə bir itki. Güllə əvəzinə xatirələrlə vurulur. Qəlpə yerinə susqunluqla yaralanırlar. Ağrılarını içində boğurlar. Çünki bu, dərmanı olmayan bir yaradır. Komandir, Səlim əmi. Döyüşçü güclü olar, ağlamaz deyə düşündüyümüz üçün bəzən mənəvi dəstək olmağa çalışaraq necəsən deyə keyfini belə soruşmağı lazım bilmirik. Axı qalib əskərin kefi mütləq yaxşı olmalıdır. Cəsarəti, hünəri ilə qanı canı bahasına xalqımıza zəfər sevincini yaşadan, ölümün gözünə dik baxmaqdan çəkinməyən, qəlbindəki vətən, yurd, yuva, torpaq sevgisini hər şeydən üstün tutan, müzəffər Ali Baş Komandanın sərkərdəlik bacarığından güc-qüvvət alaraq dəmir yumruğu ilə düşmənin belini qıran Azərbaycan ordusunun rəşadətli əskəri necə ağlaya bilər? Halbuki ən çox onlar ağlayırlar. Ürəyində, qəlbində bu döyüşü hələ də bitirə bilmədikləri üçün ağlayırlar. Şəhid dostlarından ayrı düşdükləri, onların həsrətini çəkdikləri üçün ağlayırlar. Barıt qoxusundan, güllə səsindən, mərmi gürültüsündən qurtula bilmədikləri üçün ağlayırlar. Onlar hələ də döyüşürlər.
Tək başına, səssizcə, dostları olmadan, silahsız və çox vaxt dəstəksiz. Müharibə 44 gün oldu, bitdi. Amma müharibə adamlarının içində gedən müharibə ömrünün sonuna qədər gedir. Mənim üçün çətin olan cəmiyyətə adaptasiya olub, cəmiyyətdə yaşamaqdır. 10 ilə yaxındır ki, ehtiyatdayam, təxris olmuşam ordudan. Amma bu gündə mən hardasa adaptasiya oluna bilmirəm, uyğunlaşa bilmirəm. Özümü yalnız hiss edirəm. Bəzən ən pis oldu ki, lazımsız bilinmişəm kimi hiss edirəm. Eyni zamanda ümidsiz hiss edirəm. Və ən pisi də bax o, sanki cəmiyyətə lazımsız bir adammış kimi olmaq. Və bu mənada bunlar adamı çox sıxır. Özümü çox vaxtı yad hiss edirəm və çox yerlərdə yad hiss edirəm. Əvvəllər həmişə və yaxud da ki, indi normal yaşam tərzi keçirdən insanlar yuxudan duran kimi tez oyanır, ayağını atır, yerə gedir, başlayır dişini fırçalamağa, yuyunmağa. Mən məsəl üçün yuxudan oyandım, bilmirəm də, elə bilirəm ki, həmənki adamım. Sol tərəf parez olduğu üçün məndə ayağımı atıram yerə, sol tərəf tutmur, başım dəyir yerə. Baxanda özümü yad hiss eləyirəm. Evdə hətta elə olur ki, öz ailə üzvlərinin içində də adam özünü yad hiss eləyir. Mən şəxsən uşaq qapını möhkəm vurur, əsəbləşirəm, uşağın dediyi bir şeyə və özümdən tez çıxıram. Bəlkə normalda bir hansısa bir qapının çırpılmağı, deyilən hansısa bir söz, bəlkə də müharibədə olmayan bir adam üçün normal qəbul olunacağı halda mən elə bir reaksiya verirəm ki ona və sonra da onu xatırlamaq istəmirəm. Əslində heç xatırlamıram da və xatırladanda da o hadisəni mən istəmirəm ki, onu həqiqətən mən eləmişəm. Və yaxud cəmiyyət içində olsun, ola bilsin ki, hardasa kiminsə ani bir baxışından belə əsəbləşirəm, aqressiya göstərəm, onda özümü yad hiss eləyirəm. Və yaxud kimlərsə bizi başa düşməyəndə, onda özümü cəmiyyətin içində ümumiyyətlə yad hiss edirəm. Bəzən müharibə görməyən bir adam, müharibə adamlarını görəndə deyir ki, əşi, bu müharibənin üstündən bir 10 il keçdi, 15 il keçdi, bu adamlar artıq niyə uyğunlaşa bilmədi, adaptasiya ola bilmədi. Sadəcə o insanlar başa düşmür ki, onlar müharibənin ağrı acısını, o dəhşəti yaşamayıblar. Və müharibə adamının hansı hisslər yaşadığını, nə istədiyini mən deyərəm ki, heç vaxt da başa düşməyəcəklər. Bəzən bilirsiniz nətərdir, yəni dediyim kimi adaptasiya dövrü cəmiyyətlə bizdə adaptasiya dövrü ola bilmir. Müharibə görən adamla müharibə, yəni cəmiyyətə adaptasiya ola bilmir. Bu baxımdan mən fikirləşirəm ki, bizi belə deyək, başa düşmək istəyirlər. Amma mən elə bilirəm ki, başa düşmürlər. Və sanki o cəmiyyət gözləyir ki, bu qazi, müharibə adamı dəyişməlidir, xasiyyətini dəyişməlidir. Bu mümkün deyil. Onları mühakimə eləməyin. Niyə dəyişmirsən deyə qınamayın. Bunun üçün onları qınamaq olmaz. Onları dinləməyə, anlamağa çalışın. Çünki bəzən bir insanı düşdüyü vəziyyətdən xilas eləmək üçün sadəcə dinləmək də kifayətdir.
Bugün dövlətimiz hər bir qazimizin yanındadır. Onların yaralarını sarmaq üçün bütün imkanlarını səfərbər eləyib. Müasir reabilitasiya mərkəzləri, müalicə xidmətləri və psixoloji dəstək. Lakin unutmamalıyıq ki, maddi dəstək yaraları sağaldırsa, mənəvi dəstək ruhu ayağa qaldırır. Onlar ən müasir tibbi xidmətlərlə əhatə olunsalar da, bizim bir səmimi baxışımıza, bir çox sağ ol kəlməmizə və göstərəcəyimiz anlayışa hər şeydən çox ehtiyac duyurlar. Qazi bəzən heç nə istəmir, sadəcə müharibə adamı bir xoş təəssürat istəyir, bir xoş söz, başqa heç nəyə ehtiyac olmur. Hansı ki, onu da çox vaxt istədiyi anda görə bilmirik. Hansı ki, bəzən çox əsəbləşə biləcəyimiz bir vəziyyətdə biz normal reaksiya verə bilirik. Bəzən isə hamının normal reaksiya verəcəyi bir şeyə elə bir reaksiya veririk ki, özümüzdən başqa hamı peşman olur. Amma biz peşman ola bilmirik. Bəlkə də müəyyən bir qism peşman olur, amma peşman ola bilmirik. Dövlətin qayğısı ilə yanaşı, cəmiyyətin sevgisi onların ən böyük məlhəmidir. Çünki bugün qürurla addımladığımız bu torpaqlar, həm də onların fəda elədiyi sağlamlıq və yaralı ruhlar üzərində ucalır. İnşallah müharibə bitsin, bir yerdə gedərik. Son döyüşdə sən məni xilas elədin. Əlbəttə. Ed olmalıdır da. Sən mənim qan qardaşımsan. Bu da məndən sənə yadigar.
Rayona gedəndə məni xatırlayarsan. Sağ ol. Hardan bildin dəmir saatdan xoşum gəlir? Bağla. Sağ ol. Dayan. Bu da benden sana yadigar kalsın. Götür. Yaxşı. Gedim baxım görüm uşaqlar nə edir.
İl 2026'dır. Kağızda, təqvimdə, küçələrin işığında belə yazılıb. Hamı irəli gedib, iş, həyat, planlar, bayramlar. Hər kəs harasa tələsir. Sanki vaxt çatmayacaqmış kimi. Amma mən hələ də 2020-ci ildə ilişib qalmışam. Sanki zaman mənim üçün orada donub, bir qış yuxusuna dalıb, amma ayrılmaq istəmir. Hər qəfil səsdə, hər yağış qoxusunda, hər gecə səssizliyində o ilin nəfəsi var. Havada barıt qoxusu yoxdur, amma burnumun ucu hələ də o acı tüstünü axtarır. İnsanlar deyir ki, artıq neçə il keçib. Düz deyirlər. Rəqəmlər dəyişib. Amma o illər mənim içimdən keçməyib. Sadəcə üstümdən basıb keçib. Mən buradayam. Bu şəhərdə, bu evdə, bu bədəndə. Amma içimdə elə bir yer var ki, oradan qayıda bilmirəm. Orada dostlarım var. Orada o soyuq səngər var. Orada yarımçıq qalmış nəfəslər var. Bəzən düşünürəm ki, o səngərdə daha rahat idim. Orada heç kim məndən gülüş tələb eləmirdi. Orada hər şey dürüst idi. Ölüm də, həyat da, qardaşlıq da. İndi isə bu işıqlı küçələrdə özümü qərib kimi hiss eləyirəm. İl 2026'dır. Amma mən hələ də 2020'dəyəm. Və bəzən qorxuram ki, bəlkə də heç vaxt oradan tam çıxmayacam. Bəlkə də mən elə orada, o zirvədə qalmışam. Və bura gələn sadəcə mənim kölgəmdir. Ruhum hələ də o dumanın içində yolunu axtarır. Müharibədən heç kim sağ qayıtmır da, yəni özün qayıtsana piçin həmişə müharibədə olur. Bu həyatda müharibə edirsən də, öz içində döyüşürsən. Yəni, salamatsan amma piçin oradadır, ürəyin oradadır. Yəni, inanmıram. Belə nə qədər həyatda yaşayırıq, o döyüşlər də bizlə gedir. Mən elə fikirləşirəm ki, mən müharibədən qayıtmayacağam. Çünki müharibədən qayıtmaq, bu söz yalan söz olar. Sadəcə onu bilərəm ki, onu deyə bilərəm ki, hər hansı bir qazi, hər hansı bir müharibə iştirakçısı ancaq öləndə onun müharibəsi bitir. Olduğu müharibə həmişə davam edir. Hansı ki, gün ötdükcə, ay ötdükcə, il ötdükcə bu müharibənin dəhşəti, vəhşilikləri biraz da artırır. Hansı ki, hər gecələr mən o müharibələri yaşayıram və hər dəfə də mən çox belə narahat bir şəkildə vəhşət içərisində yuxudan ayılıram. Və həmişə arzuladığım sonluqla bitmir müharibəm. Və hesab edirəm ki, mənlə ölənə qədər davam edəcək. Bəlkə də mən öləndən sonra da mənim o müharibələrim davam edəcək. Bitməyən bir şey, müharibə heç vaxt bitməyən bir şeydir. Hesab edirəm ki, bitməyəcək. Mən şəxsən düşünürəm ki, mən müharibədən heç vaxt qayıtmayacağam. Ölsəm belə yenidən o başlayacaq. Yəni, mən nə vaxt mənim ömrümün sonu çatdı, öldüm, mən müharibə ilə doğulacam. Mənim müharibəm heç vaxt bitməyəcək. Və bir də unutmaq olmaz ki, vətən dara düşərsə, əlinə ilk silah alıb vətənin müdafiəsinə qalxanlar, bəlkə də məhz onlar olacaqlar. Çünki onlar artıq igidliyin, mərdliyin, vətənpərvərliyin əsl siması, mükəmməl təcəllisidir.
nə qədər ki canımızda can var, sabahsı gün yenə də nəsə ölkəmiz üçün, millətimiz üçün, xalqımız üçün, dövlətimiz üçün nəsə bir təhlükə olarsa, hər zaman bilik və bacarığımızı canımızdan belə keçməyə hər zaman hazırıq. Bu sözü mən niyə görə belə deyirəm? Ona görə deyirəm ki, biz bunu birinci sübut eləmişik. Qanımızla, canımızla. Bugünkü gündə yenə də hazırıq. Yəni biz bunu belə deyək də, bu zirvəni biz dəf eləmişik, götürmüşük. Yenə də hazırıq. Biz sınaqlardan, belə deyək, döyüşlərdən çıxmış döyüş yoldaşlarıq. Siz bizim məktəbə gəlmişdiniz. Müəllimimiz dedi ki, siz qəhrəmansınız. Mən sizə kömək eləyəcəm yolu keçməyə. Qəhrəmanlara kömək eləmək lazımdır. Polisə-mi? Qazi əmiyə kömək lazımdır.